Bu yerin adı Kamçatka yarımadasıdır. Kamçatka yarımadası Sovet dövründə çox gizli, məxfi saxlanılan bir yer idi. Hətta adi bəzi xəritələrdə belə onun adı göstərilmirdi. Rusiyanın uzaq şərqində yerləşən bir yarımadadır. Ərazisi 270 min kvadrat kilometr, əhalisi isə 300 minə yaxındır. Bəs nəyə görə Kamçatka həm gizli yer adlanırdı, həm də təhlükəli yer? Gizli ona görə adlanırdı ki, burada hərbi bazalar, raket sınaqları və sualtı limanlar yerləşirdi. Təhlükəli ona görə adlanırdı ki, burada insanların sayı qədər də aylar yaşayırdı ki, bunlar da deməli insanlara təhlükə yaradırdı. Bu yarımadaya nəinki xarici turistlər, hətta Sovet vətəndaşları belə buraxılmırdı. Bu yarımadada elə yerlər vardır ki, ora insan ayağı dəyməyib və elə yerlər vardır ki, ora helikopterlərlə ancaq gedirlər. Burada çox maraqlısı da ondan ibarətdir ki, aylar barədə bir maraqlı faktı sizin nəzərinizə çatdırım ki, burada yaşayan aylar öz balalarını yanında 3 ilə qədər saxlayırlar. Amma elm sübut etmişdir ki, digər aylar, yəni başqa yerlərdə yaşayan aylar isə öz balalarının yanında ancaq 1 il saxlayırlar. Və o cümlədən də Kamçatka yarımadası bir çoxları üçün dünyanın brilyantı adlanır. Bu gün də hələ onun bəzi açılmayan sirləri var. Bu tip videolar maraqlıdırsa kanalıma abunə olun.